vəhhabilik necə gəldi? Yəni üst təbəqəyə transferi necə baş verdi? Çünki ənənəvi Azərbaycanda vardı şiəlik və sünnilik və mən heç bir zaman tarixim boyu, yaşadığım həyat boyu heç zaman görməmişəm ki, kimsə sünni ya şiə olduğunu gizlətsin. Amma bu təriqət biraz fərqlidir. Yəni, məsələn, Azərbaycanlılar gizli qalan hər şeydən şübhələnirlər. Bu da normal bir insanın psixoloji halıdır. Məsələn, FETÖ-nü eşitmişsiniz, kimsə desin ki, yəni açıq şəkildə kimsə deyir, mən FETÖ-laşıyam, hətta o sağlığında. Hətta Türkiyədə elə hakimiyyətdə çox geniş şəkildə təmsil olanda demirdilər. İndi bax, burada da belədir vəziyyət. İndi amma ortaya hücrə deyil, bir mütəşəkkil bir cəbhə kimi çıxırlar. Və bunlar indi görünən də odur ki, bəziləri iddia edir ki, İranla Azərbaycan münasibətlər fonunda həmin o quma işləyənlərin biraz hakimiyyət gözünü qorxutduğu üçün bunlara meydan verilib. Və yenə də mənsəb və puldur bu insanları təriqətə gətirən. Əslində o insanların heç də çoxu o təriqətə, yəni özlərinin şəxsi düşüncələri ilə gəlməyiblər. Onlar dəvətlə gəliblər, onları dəvət eləyiblər. Sən də gəl bizdən ol, bu imtiyazları sənə yaradaq deyə gətiriliblər. Və bu iddialar var ortalıqda. Ona görə istədim ki, Elçin bəy, biraz bu məsələ ilə bağlı siz nə düşünürsünüz? Biraz bizi aydınladın, bunu istəyirdik sizdən. Çox sağ olun. Mən birincisi demək istəyirəm ki, bu təriqət məsələsinə ancaq və ancaq pula görə, ancaq və ancaq maddi məsələlərə görə gəlmək iddiaları o qədər dürüst deyil. Çünki təriqətə gələnlərin əksəriyyəti söhbət Sələfiyyun təriqətindən, yəni biz ona kütlə arasında vəhhabilik deyirik. Bu əslində onlara bir tərifdir. Onlar Sələfiyyundular. Onların əksəriyyəti məhz ideoloji baxımdan gəlirlər. Çünki 1703-1792-ci illərdə yaşamış Muhammed İbn Əl-Vəhhab İngilis agenti idi, Britaniya agenti idi o. Və onun yaratdığı bir təriqətdir. Nəcdə, Səudiyyə Ərəbistanında yaratmışdı bunu. Osmanlı Türkiyəsinə qarşı mübarizə üçün. Vəssalam. Söhbət bundan gedir. Və sonra o, ümumiyyətlə, təriqət deyəndə gəlin bir çox qısa şəkildə deyim ki, Sələfiyyundadır. Birincisi, onlar deyirlər biz Peyğəmbərin sələflərinin yolunu gedirik. Peyğəmbərin vaxtında Quranda nə yazılıbsa odur. Başqa nə varsa, Quranda olmayan hər şey bidətdir. Bidə. Ərəblər ona əl-bidə deyirlər. Yəni, Qurandan kənardır. Onlar deyirlər ki, sufilik, pir, yas məclisləri, toylar, şəkil çəkdirməkdir, filandır. Bunlar hamısı boş söhbətlərdir. Onlar bildirirlər ki, əsl müsəlmanın şalvarı topuqdan yuxarı olmalıdır, topuqdan aşağı olmalıdır. Əsas məsələlər də təvhiddir. O digər sufilik, şiəliklə mübarizə apardıqlarını deyirlər. Hədisləri və Quranı hərfi mənada başa düşürlər. Halbuki bu yol verilməzdir. Quran elə bir dərya, elə bir ümmandır ki, onu hərfi mənada demək düz deyil. Məsələn, Vəhhabiliyin Səudiyyə Ərəbistanında deyirlər ki, o rəsmi dövlət dinidir. Bəli, rəsmi dövlət dinidir. Niyə dövlət dinidir? Düşünmürəm ki, tamaşaçıların çoxusu bunu bilir. Deyin, bilsinlər. 1744-cü ildə Muhammed Əl-Vəhhab Britaniya kəşfiyyatının göstərişi ilə o vaxt qəbilə başçısı olan Muhammed Əl-Saudla anlaşma imzaladı. Və Muhammed Əl-Sauda vəd edildi ki, sənə Nəcdi verəcək, özünə dövlət quracaqsın. Vəssalam. Vəhhabilik, Sələfiyyun, bax bu cür Səudiyyə Ərəbistanında İbn Saudun vaxtında rəsmi dövlət dininə çevrildi. Vəhhabilik və Sələfiylik çox təhlükəli təriqətdir. Hədsiz dərəcədə təhlükəlidir. Çünki bu təriqətin xaricdəki mərkəzlərin arxasında müxtəlif dövlətlərin kəşfiyyatları dayanır. O kəşfiyyatın əməkdaşları elə, bax siz bəhs etdiniz, Türkiyədə tutulan adama müraciət edən İsrail kəşfiyyatçısının adı, soyadı, saxta adı, soyadı nə idi? Müsəlman adıydı. Və bu kəşfiyyatçılar İslam dinini çox müsəlmandan əla bilirlər. Azərbaycanda sələfiliyin sürətlə yayılmasının iki əsas səbəbi var. Bir, yerlərdə din xadimlərinin cahil və savadsız olması, əksəriyyətinin. İki, diskussiyalardan onların qaçması. Sələfilər diskussiyanı çox sevirlər. Çünki onlar hazırlaşıb gəlirlər.
Amma bizim molla dedikləri din xadimlərimiz hamısı yox ha, tövbə. Əksəriyyəti biliklərini artırır. Ərəb dilində zorla danışır. Mənim ərəb dilində məsələn əl-fusxatı, qrammatikasını biraz bilir, vəssalam. Ərəb dilinin fonetikasını, orfoepiya, morfologiya, qrammatika, sintaksis, leksika, leksikologiyasını ümumiyyətlə bilmir. Ərəb tarixini ümumiyyətlə bilmir. Və soruşanda ki, məsələn, adi bir qarmaq sual deyirlər də fəlsəfədə buna. Məsələn, Sələfi, Bakıdakı Sələfi bizim molladan soruşur. İmam Hüseyin niyə şəhid olub? Deyir, onu lənətə gəlmiş Yezid öldürüb. Deyir, yaxşı, Yezid lənətlikdir, deyir, bəli. Deyir, Yezid lənətliksə, bəs Muaviyyə sonradan Əməvilər səltənətini necə qurdu? İslamın qızıl dövrü Əməvilər sülaləsinə dövrünə düşür. Deyir, yaxşı, belədirsə, Abbasilər gələndə niyə Əməvilərin kiçik şahzadəsi qaçıb gedib Kordovada o boyda Əldəniz səltənətini qurdu? İspanyaya, bəli. Bu sualların qarşısında bunlar çətinliklə cavab verir. Çünki tarixi bilmirlər, istiqrafiyanı bilmirlər. Müsəlman tarixi deyilən bir şey yoxdur. Tarix hamı üçün eynidir. Bunu bilmirlər. Xarici dilləri bilmirlər. Bu bir. İkincisi, sələflər arasında bir-birini dəstəkləmək çox geniş yayılıb. Məsələn, siz Bakıdakı bazarların birində ticarətə başlasanız, sizə təklif eləyəcəklər, gəl bizə qoşul, yəni hizbə gəl. Elə Bakının ticarət şəbəkəsini sələfilər götürməyibmi? Baxın, bütün topdan satış məntəqələri, Sədərək, Binə, bütün metro ticarəti zamanında sonra xırda ticarətə keçdi. Hamısı sələflər deyilmi? Bəli. Siz də deyirsiniz ki, təhlükədir. Yəni təhlükəsizlik orqanları görmürmü bunları? Təhlükədir, bəli, təhlükədir. Çünki Sələfiyyin Əbdülvəhabın vaxtından bu yana radikallaşa gəlib. Şirk adlandırdıqları, günah adlandırdıqları məsələni uzadı aparıblar. Qurandan deyilənləri Quranın kontekstindən çıxardırlar. Tərsinə şərh edirlər. Və Quran-ı Kərimi kamil bilməyən adamlar bu tora çox asanlıqla düşür.